Hədisdə var ki, bir adam ailəsi üçün gedir bazarlıq eləyir. Biz deyirik, təbiidir də adam bazar. Təbii demə də, təbii de bildi. Amma niyyətin nədir? Allah rizası üçün niyyətdən çıx. Buyurur ki, elə bil acları doydurmuş kimidir. Acından ölən adamları doydurmuş kimidir. Kim qızını sevindirsə, hədisdə var, elə bil İsmail övladlarını əsarətdən azad edib. Həzrət İsmail Peyğəmbərin məsələn övladları döyüşdə əsir olub, onları əsarətdən azad edib. Kim oğlunu sevindirərsə, oğul övladını sevindirərsə, hədisdə var, Allahın qorxusundan ağlayanların savabı yazılar ona. Dalıyca buyurur ki, وَمَنْ بَكَى fi xavfillah əzzə və cəl ədxələhullah fi cənnatin nəim. Kim Allah qorxusundan ağlasa, Allah onu cənnətə daxil edər. İbadətdir, hər bir addımımız ibadətdir. Adam bilmir necə şükür eləsin belə Allaha. Həyatımı yaşayacam, yuxumu yatacam, qarnıma çörək yiyəcəm, üzr istəyirəm. Qızıma hədiyyə alacam, oğlumun ürəyini sevindirəcəm. Allah deyir, yaz mənim ayağıma. Yaz mənim ayağıma, ibadətə çevirim sənin üçün. Xüsusi hədiyyələr verim sənin üçün. Belə Allahın qədrini bilmirik, dəyərini bilmirik, həyatımızı bərbad edirik. Elə bilir Allah məsciddədir ancaq. Allah deyir, hər işi mənim üçün elə, mənə görə gör. Bir qadın, mən yadımdan çıxıb, amma heyf, həyat yoldaşına su gətirirsə, bilmirəm nə qədər savab yazmışdı hədisdə. Mən deyim, qadınlar bunu bilsə, zorla deyər ki, su istəmirsən. Amma indi məsələn, kişi deyir, çay ver. Kişi deyir, çay ver, qadın deyir, həvəsim yoxdur, bəlkə özünsüz içəsən. Bilmir də ki, ona nə qədər Allah fəzilət verir. Bu cəmaatın başını allatmaq üçün deyil. Allahın əzəməti, rəhməti, mərhəməti budur ki, sən hər bir həyatın işini ibadətə çevir. Hər bir gündəlik işini ibadətə çevir və hansı səmtə getsən, istəsən elə mənim səmtimdə o, mənə tərəf gəlmirsən. Bu çox mühüm məsələdir ki, bunun üzərində çox düşünməli və çalışmalıyıq, niyyətlərimizlə Allahın rizayətini əldə edək. Bağışlayın, vaxtınızı çoxaldım. Allah danışdığımız sözləri bizim qəlbimizdə təsir eləsin inşallah.